Doktor, nə qədər arıqlasam da qarın nahiyədən arıqlamadığımı hiss edirəm. Hətta bildiyim qədərilə daha çox stress çəkən insanlar qarın nahiyəsindən daha çox piylənir. Bunun endokrinoloji səbəbləri nələrdir? Orqanizmdə böyrəküstü vəzi deyilən bir vəzi var ki, hansı ki bu vəzi kortizol ifraz eləyir. Stress faktorları yüksələndə kortizolun səviyyəsi orqanizmdə artır. Və kortizolun səviyyəsinin orqanizmdə artması nəticəsində orqanizmin enerjiyə ehtiyacı olur. Bunu da insanlar həmin o enerji balansını normallaşdırmaq üçün daha çox qidalanmadan istifadə edirlər. Xüsusən də karbohidratlı qidalardan, yağlı qidalardan istifadə olunur. Və nəticədə piy topması orqanizmdə qarın nahiyəsində daha çox toplanmağa başlayır. Piylənməsi olan insanlar ilk növbədə baxacağımız nöqtə onun piylənməsinin daha çox hansı nöqtələrdə olmasıdır. Yəni qarın tipli, döş tipli, ətraflarda, xüsusən çanaq nahiyəsində olan piylənmələr kimi piylənmələr diqqətimizi çəkir. Piylənmənin növünə görə təbii ki, biz müalicə strukturunu, müalicə sxemini seçə bilirik.